Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə. Siz əziz yoldaşlara, dinləyicilərə salam ərz edirəm. Milli İslam bəhslərindən bir yeni bəhslə sizinlə yol bir oluram. Əzizlər, Milli İslamda demək olar ki, ən birinci görəv Qur'anı düz düşünmək, düz oxumaq və düz tərcümə etməkdir. Yəni Qur'an demək olar ki, ərəblərin özünə yaxşı düşünülür. Buna görə ki, onların öz dilində gəlibdir. Çoxlu bunların sorunları o Qur'anın ərəb olmağına görə bunlara çözümlüdür, həll olunmuş bir şeydir. Amma bizlər bir türk olaraq, bir müslüman olaraq və Qur'anı demək olar ki, təkcə bir kutsal kitab bilərək bir fəlsəfi, hekmi, əxlaqi, toplumsal bir kitab bilərək biz Qur'anı diqqət ilə tərcümə etməliyik. Mən Qur'anın tərcüməsini yazıram. Telegramda da siz əziz yoldaşlarla paylaşıram. Amma xoşluram ki, o tərcümədən burada video görüntü qalibində və səviyyəsində də siz əzizlərlə paylaşaq. Ona görə axırdan o qıssa surələrdən mən gəlirəm. Demək olar 114-cü və 113-cü surənin tərcümələrini türkcə diqqət ilə mən sizinlə paylaşmışam. İndi demək olar ki, İxlas surəsinə, yəni 112-ci surəsinə. O surə ki, demək olar ki, namazda da biz onu çoxlu, bollu oxuyuruq. Eyni halda ki, qıssa surələrdəndir, amma çoxlu dərin burada anlamlar daşınır. Burada demək olar ki, Allahın təhliğinə, Allahın bir kəsə ehtiyacı olmamağına, o ki, demək olar ki, doğulmayıbdır, bir şeydə doğmayıbdır və demək olar taysız olmasına siz bu surədə bundan üzbəyiz olursunuz və onu görürsünüz. Buna görə demək olar ki, mən istəyirəm ki, sizinlə onu burada tərcümə edəm. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd. Allahus-səməd. Ləm yəlid və ləm yulad və ləm yekun lehu kufuvan əhəd. Qul huvallahu əhəd. Decinən, qul Peyğəmbərimizə də decinən Peyğəmbər, bizim yalavac, bizim peyğamımızı çatdıran decinən ki, Allah təhdir, əhəd tək anlamındadır. Allahus-səməd, Allah səməddir. Səməd ərəbdə yəni qarnı yox. Yəni bir şey ki, bir mövcud ki, onun qarnı olmasın. Bir qarnı olmayan, yəni yemək, içmək istəməz də demək olar. Sonralıqda deyilibdir ki, səməd yəni ehtiyacı olmayan. Yəni əsl anlamda səməd yəni qarınsız. Allahus-səməd, qarnı olmayan, yeməyə ehtiyacı olmayan, içməyə ehtiyacı olmayan bir mövcuddur. Yəni zehninizdə bunu salasınız ki, o da bizə taidi, yemək istəyir, içmək istəyir. Belə bir şeydən gəlin eşiyə. Ləm yəlid və ləm yulad. Doğmayıb və doğulmayıbdır. Nə doğub, nə doğulubdur. Bu da o nəsranilərə, Məsihiyyətlərə bir tərizdir ki, İsanı
Allahın oğlu bilirdilər. Onlara deyir ki, yox, o düşüncədən gəlin eşiyə. Allahın əslən oğlu yoxdur, uşağı yoxdur. Bütün aləm onun məxluqatıdır, yaradılmışlardılar. Onları o yaradıbdır və bu nə doğulubdur, nə də doğubdur. وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ. Onun heç bir tayı da yoxdur. Leysə kəmislihi şeyun. Heç zat ona bənzəməz. Hər şey ki çalışasınız ki, ona siz bənzədəsiniz, ona siz bənzədənməyəcəksiniz. Ondan da işlər. Bu surədə demək olar ki, bir para o tənzihlərə, təşbihlərə ki, sonralıqda kəlam aləmində və İslam aləmində üzə çıxırlar və gəlirlər. Onlarla bağlı da doğru və düzgün düşüncələr vardı ki, yerində biz onlarla danışacağıq. Təşəkkür edirəm, məni dinlədiniz. Sizə Tanrıdan sağlıq arzulayıram. Sağ olasınız. Gələn surənin tərcüməsinə görə və gələn görüşdə, gələn surənin izahına qədər sizi Tanrıya tapşırıram. Sağ olasınız.